Qadın övliyalar olubmu? Ümumiyyətlə qadınlardan övliya olurmu? Və əgər olursa, Seyyidə Nəfisə kimdir və həqiqətən o da övliya xanım olubmu? Bu arada mən Hüseyn Fərhadov, tarixçiyəm və bir kitabın müəllifiyəm. Bugünkü mövzumuz isə övliya xanımlardan biri olan Seyyidə Nəfisənin həyatıdır. Seyyidə Nəfisə İmam Həsənin, İmam Həsən Müctəbanın nəvəsinin qızı idi. Yəni İmam Həsənin oğlu Zeyd, Zeydin oğlu Həsən ki, Həsən Ənvər deyirdilər ona. Həsən Ənvərin də qızı Seyyidə Nəfisə idi. Nəfisə xanım Məkkədə 145-ci ildə, Hicri 145-ci ilin Rəbiül Əvvəl ayında doğulmuşdu. Miladi təqvimlə 762-ci il edir bu və Məkkədə 762-ci ildə dünyaya gəlmişdir. Nəfisə xanım 15-16 yaşlarına çatanda İmam Cəfər əleyhissalam oğlu İmamzadə İshaqı evləndirəndə həmin o qızı, yəni Seyyidə Nəfisəni öz oğlu İmamzadə İshaqa alır. Yəni Seyyidə Nəfisə özü İmam Həsənin nəticəsi, əri İmamzadə İshaq, qaynatası İmam Cəfər Sadiq idi. Beləliklə İmamzadə İshaqla ailə qurandan sonra Mədinə şəhərində onlar yaşamağa başlayırlar və onların bu izdivacdan Qasım adlı oğulları və Ümmü Gülsüm adlı qızları olur. Bu xanım tarixdə böyük zöhdəhli və övliyadan biri kimi tanınır. 193-cü ildə, yəni Hicri 193, miladi 809-cu ildə onda təqribən xanımın 47 yaşı var idi. Öz əri İmamzadə İshaqla həcc ziyarətindən sonra, yəni həmin o ilin həcc ziyarətindən sonra Beytül-Müqəddəsə Həzrət İbrahim peyğəmbərin qəbrini ziyarət eləmək üçün yola düşür. Onlar həmin ora gələndən sonra da Misrə yollanırlar və orada cəmaatın təkidini görərək geriyə qayıtmır. Yəni onun Misrə gələndən sonra olan hadisələri xülasə etsək, belə deyə bilərik ki, xülasə şəkildə o şəhər valisi tərəfindən ona bağışlanan böyük bir evdə yaşamağa başlayır və deyirlər ki, onun qəribə işləri, qəribə adətləri var idi. Məsələn, evində qəbir qazdırmışdı və hər gün gündüzlər oruç tutub ibadət etməklə yanaşı, hər gün həmin qəbrə düşər və orada Quran oxuyardı. Və beləliklə o ömrünün sonuna qədər həmin qəbirdə 2000 dəfədən çox Quranı xətm etmişdi. Övliyadan biri olan bu xanımdan bir sıra kəramətlər də görüldüyü qeyd edilir. Həmin kəramətlərdən biri də xanımın dəstəmaz suyundan bir xəstə yəhudi uşağının şəfa tapması hadisəsidir. Bundan əlavə bir dəfə də Nil çayını quraqlıqdan qurtarmaqla bütün Misir xalqını xilas etdiyi qeyd edilir. Xanımın zəngin olduğunu, eyni zamanda kasıblara, yoxsullara və xəstələrə çoxlu pul xərclədiyi də qeyd olunur. Beləliklə o tarixə eyni zamanda səxavətli və yardımsevər biri kimi də öz adını yazdırmışdı. Xanımın fəzilətini çox yaxşı tanıyan, bilən cəmaət bəzən öz aralarında sözlərinin doğruluğunu isbat eləmək üçün Nəfisə xanıma and olsun deyirdilər. Bu da xanımın hələ sağ ikən cəmaət arasında necə fəzilətli, kəramətli və hörmət sahibi olduğunu göstərir. Seyyidə Nəfisə eyni zamanda öz dövrünün böyük alimlərindən, əsasən də hədis və təfsir alimlərindən biri idi. Çox böyük elmə sahibi idi və alimə bir xanım idi. Hətta onun elmindən bir çox şəxslər təsirlənmişdir. Onlardan məsələn Əhl-i-Sünnətin Şafii məzhəbindən olan, hətta Şafii məzhəbinin banisi Məhəmməd ibn İdris Əş-Şafii ki, ondan dərs almış və təsirlənmişdir. Eyni zamanda Həmbəli məzhəbinin banisi Əhməd ibn Həmbəl də həmin xanımdan dərs almış və onun elmindən təsirlənmişdir. Onlar bu fəzilətli övliya xanımın elmi məclislərində şagird qismində iştirak edir və onun elmindən bəhrələnirdilər. Hər iki alim bu Seyyidə xanımdan hədislər və Quran ayələrinin təfsirlərini öyrənərək nəql etmişlər. Hətta Muhammed Əş-Şafii öldüyü zaman vəsiyyət etmiş ki, Seyyidə xanım, həmin bu Seyyidə Nəfisə onun cənazə namazında iştirak etsin. Dünyasını dəyişəndən sonra isə xanıma xəbər çatdırdılar, lakin xanım yaşlı olduğu üçün evindən bayıra çıxa bilmirdi. Buna görə Muhammed Əş-Şafiinin cənazəsini onun evinə gətirdilər və beləliklə Əbu Yaqub Buveyti imam, yəni cənazə namazını qılan imam, Seyyidə Nəfisə isə məmum olaraq cənazə namazını qıldılar. Muhammed Əş-Şafii bu vəsiyyəti ona görə etmişdi ki, bu fəzilətli xanım onun cənazəsinə namaz qıldığına görə bəlkə Allah Taala onun sorğu-sualını yüngül tutar və bəzi günahlarından keçər. Ümumiyyətlə Seyyidə Nəfisə ilə öz dövrünün böyük hakimləri, yəni qazilər, alimlər, ariflər görüşər, onunla söhbətləşər və ondan bir çox şeylər öyrənərdilər. Onlardan Zunnuni Misri, Bişri bin Haris kimi təsəvvüf əhli olan ariflərin, dərvişlərin də adlarını çəkmək olar. Bu fəzilətli xanım
xanımdan qeyd olunan hadisələrdən biri də onun ölüm ayağında olan hadisədir. Belə ki, o ölüm ayağında olanda oruc idi və uzun müddət idi ki, hər gün oruc tuturdu. Lakin ondan bədəni yüngülləşsin deyə, yəni can verdiyi vaxtı artıq bədəni biraz yüngüllük tapsın deyə ona məsləhət olaraq deyirlər ki, bəlkə orucunu açasan. O isə gülümsəyərək, mən 30 ildir ki, Allaha dua edirəm ki, Allah mənim canımı oruc olduğum halda alsın. İndi mən bu istəyimə, bu arzuma çatdığım bir anda deyirsiniz ki, orucumu açın. Bundan sonra Quran hafizi olan bu xanım Ənam surəsini oxumağa başladı və başdan oxuya-oxuya gələrək 127-ci ayənin onlar üçün Rəblərinin yanında əminamanlıq yurdu vardır hissəsini də deyərək canını tapşırdı. Beləliklə bu fəzilətli övliya xanım 208-ci ilin Ramazan ayında, yəni 824-cü ildə dünyasını dəyişdi. Onun yoldaşı İmamzadə İshaq onu orada Misirdən götürüb Hicazda dəfn etməyə aparmaq istəyirdi cənazəsini, lakin cəmaatın xahişi ilə onu orada saxladı. Əslində biraz mövzu fərqlidir. Yenə də təkidlə aparmaq istəyirdi, cəmaatın sözünə qulaq asmaq istəmirdi. Amma bir hadisə baş verdi, lakin bunu İmamzadə İshaqın həyatı ilə bağlı olan videoda danışsam daha yaxşı olar. Əgər rəylərdə 20 nəfər İmamzadə İshaq yazsa, onun haqqında da 10 günə qədər video çəkərəm inşallah. Beləliklə xülasə desək, yəni cəmaatın təkidi ilə orada saxladı. Yəni qəbri bugünkü gündə də Seyyidə Nəfisənin Qahirə şəhərindədir və indi də Misir cəmaatı tərəfindən ziyarətgahdır. Əslində Seyyidə Nəfisə haqqında ayrıca kitablar yazılmışdır İslam dünyasında. Yəni onun barəsində bundan daha artıq, qat-qat daha çox məlumatlar var. Ayrıca yəni onun həyatı haqqında bir kitablıq məlumat var. Lakin mən burada danışdıqlarım ümumi olaraq onun həyatının xülasəsi idi. Video xoşunuza gəldisə və belə videoların daha çox olmasını istəyirsinizsə, rəylərdə təşəkkür etməklə bunu bildirə bilərsiniz. Eyni zamanda İmamzadə İshaq yazmağı da unutmayın. Əgər istəyirsinizsə onun haqqında video çəkməyimi. Yox, xoşunuza gəlmədisə, istəmirsinizsə bunu da qeyd edə bilərsiniz, problem yoxdur.